Qurban sadəcə bir heyvan kəsmək deyildir. Qurban Allaha yaxınlaşmaqdır. Qəlbimizin səmimiyyətidir, imanımızın isə göstəricisidir. Qurban ibadətinin əsası İbrahim Aleyhisselamın imtihanına dayanmaqdadır. O, ən çox sevdiyini Allah yolunda qurban etməyə hazır olmuşdu. Demək ki, insan Allah üçün nəyindən keçə bilərsə da, imanı da onunla ölçülər. Uca Allah Qur'an-ı Kərimdə Həcc surəsinin 37-ci ayət-i kəriməsində buyururlar ki, onların, yəni kəsdiyiniz qurbanların nə əti, nə də qanı gedib Allaha çatmaz. Allaha gedib çatan sizin takvanızdır, imanınızdır. Deməli, uca Allah bizim kəsdiyimiz heyvanlara deyil, bizim qəlbimizə baxır. Allahdan istəyirəm ki, kəsdiyimiz qurbanları ən gözəl şəkildə dərgah izzətində qəbul eyləsin.